videonu görmək istəyirsinizsə, videonu bəyənin və ən əsası kanala abunə olun. Salam değerli izleyiciler, hoş gördük her birinizi. Değerli izleyicilerimiz, bu günləri bir ailəni sevindirəcəyik inşallah produktla. Çox sağ olsun, gözəl, xeyirxah qardaşımız. Adını çəkilməyini istəmir, İmişdili balası. Təşəkkür edirəm sənə. 12.000 rubl pul göndəribdi, gözəl izləyicilərimiz. Hələ ki bir pay almışıq, 60 manatlıq. Yəni büdcəmizdə də çox sağ olsun bizim gözəl xeyirxah qardaşımız, Ramik qardaşımız 2000 rubl göndərib və gözəl qardaşımız Ordubatlı Elsəvər qardaşımız 1000 rubl göndəribdi. Allah min əvəzin versin, Allah Taala qəbul eləsin. Deməli gözəl izləyicilərimiz, bu günlərim bir pay verəcəyik, sabahlarım inşallah yenə bir pay verəcəyik. Gündəlik bir pay, 2 pay kasıb ailələrə yardım verilir. Allah yardım göndərən qardaşların qazancına bərəkət versin. Allah ruzinizi bol eləsin. Bu Ramazan ayında, bu oruçluq ayında sizlər ki, bax belə ehtiyacı olan insanları sevindirirsiniz. Allah da sizləri sevindirsin. Allah göndərdiyinizin pulları sizə milyon əvəzini versin inşallah. Müvəqqəti olaraq tikilən evimizə hələ ki müvəqqəti olaraq dayanmışıq, gözləyirik də inşallah yəqin ki Allahın izni ilə bu YouTube açılar, yardımlarımız gələr. Allahın köməkliyi ilə qardaşımızın da evi tikilər, başa çatar. Salam aleyküm. Nəfəs qazı, nəfəsin. Qoqaş, ətəsən. Vəziyyət. Bazı, bunu İmişlidən bir gözəl qardaşımız pul göndəribdi. 12.000 rubl 3 ailəyə produkt deyib alıb verərsən. Onun bir payını sizə gətirmişik. Allah qəbul eləsin. Allah yardım eləyən qardaşlara həmişə dua eləmək lazımdır. Oruçluq ayındayıq. Bax bu körpənin ki qəlbini açıb sevindirir. Denə sağ ol əmi. Sağ ol əmi. Əmiyə burada maçı göndər. Ağıllı bala. Hə, bazı götür bunları. Elə üçü də. Üçü də sizin. Şirin ağızla yiyin. Orada kartofdur, soğandır, xiyardır, pomidordur, meyvələrdir. Hamısından almışıq. İsti təndir çörəyidir, ətdir, nə bilim, quru çaydır, nə bilim, çox şeylər də. Nə lazımdır almışıq. Evdə nə işlənirsə almışıq. Amin, amin. Şirin ağızla yiyin. Allah yardım göndərən qardaşın canını sağ eləsin. Ömür uzun olsun. Dur anam böyründə orada. Allah ruzi bərəkətin bol eləsin. Əmlərə sağ ol elə. Sağ ol əmi. Deyən oruçluq bayramınız mübarək. Oruçluq bayramımız mübarək. Sağ ol, sağ ol. Sağ ol əmi. Sağ ol bacı, şirin ağızla yiyin. Allah qəbul eləsin. Kimlə niyyətlə göndərirsə, gözə görünməz Allah Taala niyyətlərin qəbul eləsin. Həmişə dua eləmək lazımdır. Elə insanlara dua eləmək lazımdır ki, özləri qürbətdə yaşasa belə vətənlə ürəyə döyünən qardaşlarımız var. Allah canlarını sağ eləsin. Hə, şirin ağızla yiyin, mən getdim. Sağ olun. Sağ olsun gözəl qardaşımız. Allah qazancına bərəkət versin. Gözəl qardaşımız. Bu günlərim bir pay gətirdik, 60 manatlıq. İnşallah hələ növbəti 2 payımız durur. Bir payın da pulu büdcəmizdə var. Bundan sonra da bir 3 pay Allahın izni ilə paylayacağıq. 3 dənə ailəni sevindirəcəyik. Allah qazancınıza bərəkət versin. Allah cibinizi dolu eləsin. Oldu, sağ ol bacı, sağ ol. Şirin ağızla yiyin. Sağ ol, sağ ol.